Neftçidəki ayrılığınız hardasa millidəki ayrılığınıza bənzəyir. 7-8 ay təxminən 1 il və Neftçinin hazırki durumu da milli komandanın sanki elə bil bənzəridir, oxşarıdır. Bəzən belə fikirlər səslənir ki, Neftçi düzəlsə, milli düzələcək, Azərbaycan futbolu düzələcək. Maraqlıdır, nə dərəcədə həqiqətə yaxındır bu ifadə? Yox, Neftçi haqqında danışmaq həmişə xoşdur mənim üçün. İstənilən an Neftçi haqqında danışmağa hazıram. Ancaq əlbəttə xoş sözlər, pozitiv fikirlər bildirməyə hazıram. Qaldı ki, bənzərliyə mən biraz bənzətməzdim, çünki tam fərqlidir. Neftçidə olduğum müddətdə ola bilər ki, hətta o vaxtı belə deyək mənə Neftçidə olduğum, məşqçi olduğum müddətdə bəzən ironiya ilə belə fikirlər də bildirirdilər. Yəni çoxları deyirdi ki, Qurban necə Neftçinin baş məşqçisi ola bilər, necə hətta bir o vaxt deyirlər Van Basten kimi geyinib gəlir. O vaxtın Van Basten Hollandiyada səfirlikdə baş məşqçi olduğu vaxtlar idi. Elə bir ironiyalar bilmirəm kimlər tərəfindən deyilirdi, belə indi bəlkə yadımda deyil. Sadəcə sonra da mənim üçün bunları yada salmaq da çox xoş olur belə. Yəni bu normal haldır, normal prosesdir. Birdən-birə o vaxtı baxmayın, böyük məşqçilər vardı Azərbaycanda. Həm Kazbek Tuayev, həm Ağasəlim Mircavadov, həm Vaqif Sadıqov, yəni Əsgər Abdullah, o vaxt hansı ki məndən çox təcrübəli, çox bacarıqlı, qabiliyyətli məşqçilər var idi. Ona görə belə fikirlər bildirirdilər. Bu da normal bir hal idi. Və mənim oradan getməyim də bu fikirlər də istəsmə rəhbərliyə təsir edirdi. Rəhbərliyə ki, təcrübəsizdir, elə futbolu qurtardı, həmən gəldi baş məşqçi oldu Neftçidə. Bu istənilən rəhbərə ola bilər ki, bu təsir eləyə bilərdi bu fikirlər və sonunda da elə belə də oldu. Çünki o vaxtı həqiqətən futbola belə deyək, maraq həddindən artıq çox idi. Yuxarı səviyyədə, belə deyək, yəni dövlət məmurlarından futbola maraq həddindən artıq böyük idi. Onlar da ola bilər ki, daha böyük adların olmasını istəyirdilər. Mən bunu normal qarşıladım. Amma millidə olduğum müddətdə yəni, xeyli təcrübəm var idi, xeyli titullar var idi. Biraz tam fərqli idi. Sadəcə milli ilə belə deyək, millidən getməyim, Neftçidən getməyim biraz fərqli.